Gününə 50 manat verdiyim Kuala Lumpurun mərkəzində qaldığım evi sizə göstərəcəm. Hansı ki belə bir mənzərəsi var, şəhərin tam olaraq mərkəzindəyik. Burada 2 dənə yataq var, bölüşüb də qala bilərsiniz. Yəni 25 manat, 25 manat. Burada TV-miz var, burada da mən varam. Buradan irəlilədiyimiz zaman qardırobumuz var. Eyni şəkildə mətbəximiz var. Buradan gəldiyimiz zaman isə sanitar qovşağını görürük. Hazırda 17-ci mərtəbədəyik və buranın 37-ci mərtəbəsində bir havuz var. Onu göstərəcəm. 39-cu mərtəbəsində isə bağ var, yəni teras var. Hazırda 39-cu mərtəbədəyəm və gardendayım, yəni bağdayam. Uşaqlar, gördüyünüz kimi ağaclar da təbiidir, bu kollar da təbiidir. Məsələn, görürsünüz, ağac təbii bir ağacdır. Hansı ki, burada oturmağa bir yeri də var. Gəlib burada otura bilər, istirahətinizi eləyə bilərsiniz. Bu mənzərə qarşılığında söhbət də eləyə bilərsiniz. Görürsünüz, hər bir şərait yaradıblar sizlər üçün. Mənzərə isə öz sözünü deyir təbii ki. Bura isə həmin havuzdur. Gördüyünüz kimi insanlar burada istirahət edirlər bu gözəl mənzərədə. Hansı ki, orada da kafesi də var. Soyuq içəcəklərinizi alıb oturub dincələ bilərsiniz.